Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. İnşallah yaxşısınız. Deməli, bizim bugünkü mövzumuz Həyat bilgisi 1-ci sinif dərs 26 nəqliyyat vasitələri növləri olacaq. Nəqliyyat vasitələri həyatımızı daha rahat edir, doğrudur. Uzun məsafələri daha da qısaldır. Maşın, metro və avtobus üçün açar sözlərimiz olacaq. Şəkillərdə hansı nəqliyyat vasitələri təsvir edilib, başqa hansı nəqliyyat vasitələrini tanıyırsınız? Deməli, hər birini fərqli rənglərlə qələmlamaq və deyək. Qara maşın şəxsi avtomobildir. Yəni avtomobil. Ağ rənglə istifadə etdiyim, ağla yox da doğrusu, qırmızı ilə eləyək. Qırmızı ilə istifadə etdiyimiz metro. Sarı ilə istifadə edəcəyimiz təyyarə. Yaşılla istifadə etdiyimiz olsun. Digər sarı ilə istifadə etdiyimiz motosiklet. Mavi ilə istifadə etdiyim oldu velosiped. Digər hissəsi roz rəng avtobus və digəri də gəmi oldu. Bu vasitələr həyatınızı necə asanlaşdırır, izah edin. İzah edək. İlk öncə velosipeddən başlayaq. 2-4 kilometr, 2-5 kilometr yolu rahatlıqla getməyimiz üçün istifadə edə biləcəyimiz ən rahat üsullardan biri velosipeddir. 5-10 kilometr istifadə edə biləcəyimiz, təbii ki, bu yolundan asılı olaraq dəyişir. Motosiklet istifadə edə bilərik. 5-10 kilometr məsafəni rahat getmək üçün. 10-15 kilometr məsafəni rahat getmək üçün avtobusdan, 15-20 kilometr məsafəni getmək üçün daha çox da ola bilər də uşaqlar. Minimal olaraq nəzərdə tuturam, orta hədd deyirəm. Avtomobil, dənizdə əgər bir yerə gediriksə, oraya quru yolla çatmaq gecdirsə və yaxud daha da çətindirsə, təbii ki, bu yolda gəmi bizə xeyli kömək eləyir və yaxud çox uzaqdır və biz də belə deyim, avtobusla təbii ki getmək yoxdur, gəmi ilə də arada məsafə yoxdur. Məsələn, mən gedirəm məsələn İngiltərəyə. İngiltərəyə gedərkən velosipedlə gedə bilməyəcəyim üçün bir dənə bizə kömək edə biləcək burada, yəni ən güclüsü əlbəttə ki təyyarə olacaq, təyyarə ilə getməyimiz üçün. Metrodan o zaman istifadə edilir ki, qısa məsafələri daha tez və sıxlıq olmadan, yəni yolda sıxlıq qalmadan istifadə edilir. Bəli, bu zaman metro ən doğru seçim olmuş olur. Şəkildə gördüyünüz nəqliyyat vasitələrinin işarələyin və adlarını sadalayın. Siz onların hansından daha çox istifadə edirsiniz? Baxaq. Bu metro və yaxud tramvaya bənzəyir. Metro deyək buna. Qatar deyək də, yəni. Qatar. Bu oldu avtobus. Digərizdə oldu velosiped. Yaşıl rəngin üstündən xətt çəkdiklərin biri kitabdır. Biri isə tısbağadır. Bunlardan da biz istifadə eləmirik əlbəttə ki, onun kimi. Aha. Şəkillərdəki vasitələr hansı məqsədlə istifadə olunur? Gəlin qeyd eləyək. Birincisi lift təbii ki bizi bir neçə mərtəbə yuxarı qaldırmaq və yaxud bir neçə mərtəbə aşağı endirmək üçün istifadə edilir. Ən azından pləkanlardan istifadə eləməmək üçün. İkincisi bu eskalatordur. Eskalator bizi bir növ liftin ikinci bir versiyası da deyə bilərik. Yeriyən pləkan da deyə bilərik buna. Hərəkət edən pləkan. Bizim yuxarı belə deyək ki, ən azından bir neçə deməli məsafəni daha da rahatlaşdırmaq üçün istifadə olunur. Digər isə bildiyimiz kimi kanat, təbii ki digəri də kanat hesab olunur və kanatlarla da əlbəttə ki
dağ turizmi zamanı daha çox istifadə olunur. Elə görürük ki, dağın üzərindədir. O da yuxarıya, aşağıdan yuxarıya çıxa bilmədiyimiz yerlərə, təbii ki, bu təbiət üstü hadisələr nəzərdə tutur. Oraya çıxmaq üçün ən effektiv vasitələrdən biri hesab olunur. Qədim zamanlarda müasir avtomobillərin əvəzinə fərqli nəqliyyat vasitələrindən, xüsusən də at arabalarından, faytonlardan çox geniş şəkildə istifadə edilir. Müasir həyatımızda faytondan nə üçün istifadə olunur? Faytondan müasir dövrümüzdə daha çox, təbii ki, bir əraziyə getmək üçün deyil də, əlimizdə olan hər hansı bir veşi, məhsulu, ərzağı bir sıra nisbətən uzaq yerlərə daha rahat daşımaq üçün. Çünki məsələn 30 kiloluq 2 ədəd məhsulu, veşi əlimizdə daşımaq çətindir hər iki qolumuzda. Amma faytonla onu gedəcəyimiz yerə aparmaq daha da rahatlaşır. Belə uşaqlar, inşallah bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Özünüzdən müğayət olun. Hələlik.